Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, xoş gördük sizləri. Bugün gördüyünüz kimi qışa hazırlığım yenə də davam edir. Sarımsaq turşusu hazırlayacağam. Bilirsiniz, may ayındayıq. Sarımsaq turşusunun əsl zamanı vaxtıdır. Başqa aylarda bu alınmır. Mən də bunu hazırladım və sizlər üçün paylaşmaq istədim. Əgər bu sizə də maraqlıdırsa, buyurun, izləyin. İlk öncə nə edirəm? Gördüyünüz kimi sarımsağın qabığını soyub təmizləyirəm. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Sarımsağın hamısını gördüyünüz kimi təmizlədim və bunların üzərinə su əlavə edib 3 gün günəş şüasında bunu mən saxlayıram. Dediyim kimi bunu 3 gün gün şüasının altında bu qaydada saxlayıram və 3 gündə gündə bir dəfə bunun suyunu dəyişirəm. Bu artıq 3-cü günümüzdür. Bunu gətirib bankalara yığacağam. Bankalarımıza nə əlavə edirəm? Hərəsinə biraz qara dənəvər istiot əlavə edirəm. Bankalarımız litr yarımlıqdır. Hər bankaya 2 ədəd dəfnə yarpağı əlavə edirəm və həyətdən qırdığım bu formada 1 ədəd nanə əlavə edirəm. Düzdür, bunlar vacib deyil. Bunu əlavə etməsəz də olar. Sadəcə mən əlavə etdim ki, dadına biraz da dad qatım, fərqli bir dad olsun və gördüyünüz kimi bu formada səliqəli sarımsaqları bankaya yığıram. Sarımsağın nə qədər faydalı olduğunu bilirsiniz, bunu danışmağa ehtiyac yoxdur. Güclü antibiotikdir deyərdim. Düzdür, bir çoxları bunun qoxusuna görə sevmir, amma mən çox sevirəm. Həm turşusunu sevirəm, həm də belə sevirəm. Qoxusu olsa belə çox faydalı olduğu üçün mən bunu qida rasionumda istifadə edirəm. İki ədəd bu formada banka doldurdum. Və biraz partdaq formada olanlar qalmışdı. Gördüyünüz kimi bu formada. Bunları da dilim şəklində ayırıb dilim formasında bağlayacağam. Gördüyünüz kimi bunların da hamısını dilim formasında ayırdım və bankamıza eyni qayda ilə qara dənəvər istiot, dəfnə yarpağı və nanə əlavə edib sarımsaqları bankaya doldururam. Bu da 1 litrlik banka oldu. Hər bankamıza 2 yemək qaşığı duz əlavə edirəm. Qeyd edim ki, duzumuz turşu duzudur. Və hər bankamıza 2 stəkan üzüm sirkəsi əlavə edirəm. Üzüm sirkəsini özüm hazırlamışam. Və üzərinə qaynanmış su əlavə edirəm. Siz istəsəz bunun hamısını sirkə əlavə edə bilərsiniz. Mən sadəcə hər bankaya 2 stəkan əlavə etdim. Məncə bu bəs edir. Qapaqlarını bərk-bərk bağlayıb qarışdırıram ki, sirkə, su, duz bir-birinə yaxşı qarışsın.
Gördüyünüz kimi asan və tez başa gələn sarımsaq turşumuz hazır oldu dəyərli izləyicilərimiz. Bunları bu formada bir ayda gün şüasının altında saxlayacağam həyətdə. Ondan sonra bunları sərin yerdə qışa qədər saxlayacağam. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər, sağ olun, Allaha əmanət olun. Paylaşdığım videolar kimlərəsə fayda oldusa, videolarımı izləyərkən bəyənməyi unutmayın.